Hoş gördük benim güzel milletim, güzel halkım. Bugün sizlere ben Vidadi Borsalı doğma elim olan Ayorta elimin genç şairi, güzel kalem sahibi, öz əxlaqıyla, tərbiyəsiyle, oturuşu duruşuyla gençlere nümunə olan genç müəllimimiz Elvin Bey Erşadoğlu yaradıcılığından güzel bir şiir, Borsalım adında şiiri paylaşıram benim əzlərim. Elvin Bey yazır ki, çəməni yamyaşıl, dağı dumanlı, cennet kimi bir ünvandır Borsalım. Yurdum mərd oğullu, şöhrətli, şanlı, tarixi dillərdə dastandır Borsalım. Canım qurban laləsinə, gülünə, kürün səsi layla çalar elinə, qeyrət qılıncı bağlayıb belinə, Türk oylağından nişandır Borsalım. Qürbətdə yaşayan övladın belə, həsrətlə baxarlar bu doğma elə. Adın yazılıbdır hər könülə, dilə, qəlblərdə əbədi məkandır Borsalım. Dünyada yaşamağa bir həvəs verən, ruhuna dinçlik, könlünə səs verən, qəlbə sevgi, eşqə min həvəs verən, cana ən şirin dərmandır Borsalım. Bu Elvinin dilindən süzülür sözləri, Borsalı deyəndə şıklanır gözləri, qəlbində yaşadır doğma izləri. Məni həyata bağlayandır Borsalım, məni həyata bağlayandır Borsalım. Eşq olsun Elvin Erşadoğlu'na uğurlar arzulayıram. Sağ olun dostlar.